Elektrokardioqraf cihazımızdır, 3 kanallıdır. Digər cihazlar kimi bu da həm power kabellə birlikdə, həm də ki batereya rejimi kimi, yəni özü birbaşa işləyə bilir. İçərisində batereya rejimi də ola bilər, hal-hazırda batereyası olmasın, ona görə yandıra bilməyək. Bizim EKG lentimizin giriş hissəsi buradır. Bununla birlikdə taxırıq və istifadə edə bilirik. Digərlərindən balacadır, çünki cihazın özü də ölçü olaraq digər cihazlardan balacadır. Mən cihazı yandırdım. Hal-hazırda cihazımızın zaryadkası olmadığı üçün power kabeldən istifadə elədim. Bu cihazda texniklərin bilməli olduğu sadəcə cihazın qoşulmağıdır. Yəni bunu alan həkim zaten onun istifadə qaydasını bilir. Sizə lazımdır digər EKG-lərdəki kimi bu 4 şpilka, bizim əsas kabelimiz, bu kabelin bu girişi qoşulur aparatda bu hissəyə və bunu da açıb indi göstərəcəm sizə. Bu pasiyentin daha çox bədəninə, yəni bədən nahiyəsinə bu qaydada taxılır. Burada gördüyümüz kabellərimiz keçir. Birinci girişi bura, digər girişi isə bura. Bunun üzərindədir, şpilkaların üzərindədir. Daha çox istifadə olunur döş qəfəsinin ətrafında, yəni sinə nahiyəsində istifadə olunur. Ürəyin ətrafına bağlayırlar bunu. 12 kanallı cihaz da digər elektrokardioqraflar kimi, EKG-lər kimi 12 kanalın hamısını göstərə bilir. Sadəcə ekranı balaca olduğu üçün biz onu 3-3 izləyə bilirik. Yəni müştərinin, pasiyentin ürək döyüntüsünə baxandan sonra aşağıdakı kanalları da görə bilirik. Yəni aşağıya düşür, digər kanalları da görə bilirik. Sadəcə 3 kanallı olmağına səbəbi odur ki, bizim ekranımız balacadır və çap kağızımız da balacadır. 3 kanal bunu izləyə bilirik. Amma 12 kanallı ilə tam olaraq 12 kanalın 12-sini də əks etdirmə qabiliyyətinə malikdir. Bu bizim zazimləyənə kabelimizdir. Bu isə kompüterə qoşulmaq üçün istifadə olunur. İçərisindəki proqram da çox sadədir. Sadəcə menyusundan pasiyenti əlavə edirik. Köhnə pasiyenti də silib, yenidən üzərindən dəyişikliklər eləməyə də imkanımız var. Həmçinin bir pasiyent gəlibsə və müəyyən müddət sonra yenidən gəlirsə yanımıza, biz köhnə məlumatları, yəni həmin pasiyentin köhnə məlumatlarını da yaddaşda saxlayıb onu izləyə bilirik.